Oxford Street'te. İlk dəfə pilləkəndən düşərkən mən gözlənilməz çətinliyə rast gəldim. Ayaqlarını görmədən yerimək o qədər də asan deyilmiş. Hətta bir-iki dəfə büdrədim. Qapının cəftəsindən tutduğum zaman adət etmədiyim bir narahatlıq duydum. Bununla belə, yerə baxmadan düz yerdə gezməyə tez bir zamanda alışdım. Gəlib axşamlar həmişə adamla dolu olan Oxford Street'ə çıxdım. İnsan axını ilə birlikdə hərəkət etmək istədim. Lakin izdiham çox sıx idi. Bir dəqiqədən sonra dabanlarımı basmağa başladılar. Bu zaman mənim başıma ağıllı bir fikir gəldi. Qarşımda irəliləyən faytona mindim. Soyuqdan titrəyə-titrəyə, qorxa-qorxa Oxford Street'ə getdikcə müvəffəqiyyətdən baş gicəllənməm keçirdi. Və mən düşdüyüm vəziyyətin pis tərəfləri haqqında daha çox düşünürdüm. İndi məni yalnız bir fikir məşğul edirdi. Bu vəziyyətdən necə qurtulum? Fayton kitab mağazası yanından ötürdü. Bu zaman bir qadın mənim faytonçumu çağırdı. Mən bir təhər faytondan yerə atıldım. Az qala tramvayın altına düşmüşdüm. Yaxındakı bağa tərəf yönəldim. Lap donmuşdum. Belə axmaq vəziyyətə düşməyim mənə o qədər ağır təsir etmişdi ki, yürə-yürə hıçqırırdım. Bağın küncündən bir ağ it çıxıb, yeri iləyə-iləyə düz mənim üstümə yürürdü. Əvvəllər heç mənim ağlıma da gəlməmişdi ki, itlər üçün iyi bilmə az qala görmə qabiliyyətini əvəz edir. İt hürməyə və ətrafımda atılıb düşməyə başladı. Bu, murdar heyvanın mənim varlığımdan xəbər tutduğunu aydın göstərirdi. Mən bir təhər ondan canımı qurtarıb, küçəyə çıxaraq adamlara qarışdım. Birdən gur musiqi səsi eşitdim. Mənə tərəf hərəkət edən böyük bir izdiham gördüm. Mən belə bir izdihamın içindən sezilmədən keçib gedə biləcəyimi ümid edə bilməzdim. Buna görə də evlərdən birinin artmasına çıxıb izdihamın keçməsini gözlədim. İzdiham yaxınlaşır, gur səslə mənə bir himn oxuyurdu. Yadımdadır, himnin sözləri sanki mənə aid idi. Biz onun üzünü nə vaxt görərik? Təbii qulaqbatırıcı bir səslə guruldayırdı. Bu zaman mən iki balaca oğlanın yanımda dayandığını gördüm. Onlardan biri, bax, dedi. Nədir ki? O birisi xəbər aldı. Ayaq izlərini görmüşsən? Kimsə buradan ayaqyalın keçmişdir. Görünür, palçıqlı yerlərdən keçib gəlmişdir. Mən aşağı baxıb, uşaqların gözlərini bərəldərək mənim ayaqlarımın yenicə ağardılmış pilləkənlərdə qoyduğu çirkli izlərə zillədiklərini gördüm. Yoldan keçənlər onları kobudcasına itələyirdilər. Lakin onlar tapdıqları izlərə maraqla baxa-baxa hələ də mənim yanımda dururdular. Onlardan biri, düzünü deyirəm sənə, kimisə bu artmadan ayaqyalın keçmişdir. Amma geri qayıtmamışdır, deyib əlavə etdi. Ayağından da qan axıb. Fərasətli xəfiyyələrdən kiçiyi heyrət içində "Buraya bax, dedi", deyə səsləndi və düz mənim ayaqlarımı göstərdi. Mən aşağı baxdım və dərhal ayaqlarımın palçığa bulaşmış tutqun cizgisini gördüm. Bir anda donub qaldım və nə edəcəyimi bilmədim. Xəfiyyənin böyüyü, "Lənət şeytana, bu nə qəribə şeydir", deyə səsləndi. "Əcəb işdir. Allaha and olsun, elə bil iblisdir." Bir qədər tərəddüddən sonra o mənə yaxınlaşıb əlinə ayağıma tərəfə uzatdı. Kimisə oğlanın nə tutduğuna baxmaq üçün yaxına gəldi. Bir qız da ona qoşuldu. Bir anda keçsəydi, uşaq mənə toxunacaqdı. Bu zaman mən nə edəcəyimi başa düşdüm. Cəld irəliləyib, tez hasardan atılaraq qonşu evin artmasına düşdüm. Kiçik oğlan mənim hərəkətimi duydu. Əvvəlcə özünü itirsə də sonra çığırmağa başladı ki, "Baxın, ayaqlar hasardan aşır." Hamı oraya cümdü. Aşağı pillədə və yolun ortasında ildırım sürəti ilə əmələ gələn yeni ayaq izlərini gördü. Kimisə, "Bu nədir?" deyə xəbər aldı. "Ayaqlar, baxın, ayaqlar yürür." Məni təqib edən 3 nəfərdən başqa küçədəki cəmaatın hamısı bayaqki izdihamın dalınca gedirdi. Bu axın yalnız məni deyil, həmin təqib edənləri də ləngidirdi. Hər tərəfdən suallar yağır, heyrət səsləri eşidilirdi. Mən qarşıma çıxan bir cavan oğlanı vurub yıxmalı oldum.
Yoldan keçən 6-7 nəfər adam heyrət içində mənim izimlə yürürdü. Xoşbəxtlikdən onların gördüklərini izah etməyə vaxtları yox idi. Yoxsa bütün izdiham yəqin ki, mənim dalımca cumardı. Mən 2 dəfə tini vuruldum. 3 küçəni keçdim və həmin yolla geri qayıtdım. Ayaqlarım qızışdı, qurudu və daha küçədə iz qalmadı. Nəhayət, bir dəqiqə boş vaxt tapıb, əlimlə ayaqlarımı təmiz sildim və beləliklə tamamilə gizlənə bildim. Əvvəlki yerə qaydanda gördüm ki, kiçik bir dəstə hələ də qurumamış ayaq izlərini gözdən keçirirlər. Bu izlər də Robinson Crusoe'nun rast gəldiyi izlər kimi anlaşılmaz idi. Bu qaçış məni bir qədər isitdi. Mən daha sakit küçələrdən, döngələrdən keçməyə başladım. Kürəyim bərk ağrıyırdı. Qulağımın dibi sızıldayır, ayaqlarımda ağrı hiss edirdim. Ayağımın biri burxulduğundan axsıyırdım. Bir-iki dəfə təsadüfən yoldan keçənlərə toxundum. Onlar naməlum tərəfdən yağan söyüşləri eşidərək heyrət içində donub qalırdılar. Sonra üzümdə nəysə yumşaq bir şey hiss etdim. Qar yağırdı. Birazdan küçələr nazik qar təbəqəsi ilə örtülməyə başladı. Bu mənim üçün təhlükəli idi. Mənim qar üstündəki ayaq izlərim küçədən keçənlərin diqqətini cəlb edə bilərdi. Bir tərəfdən də mənə soyuq dəymişdi. Arabir asqırmaqdan özümü saxlaya bilmirdim. Yolda qabağıma çıxan hər it ayaqlarımı iylədikdə canıma qorxu düşürdü. Tezliklə böyüklərdən və uşaqlardan ibarət bir izdihama rast gəldim. Onlar çığıra-çığıra yürürdülər. Harada isə yanğın var idi. Dönüb baxdım. Damların üstündə qatı, qara bir tüstü buludu gördüm. Mənzilimin yandığına şübhə etmirdim. Mənim paltarlarım, cihazlarım, bütün var-yoxum orada qalmışdı. Yalnız çek kitabçam və 3 cilddən ibarət qeydlərim Great Portland Streetdə məni gözləyirdi. Hər şey yanırdı. Bütün ev alov içində idi. Son.